Quzulara görə yazığım gəlir. Quzulara görə də ürəyim ağrıyır. Nə var? Hadisə Göygölün Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən kəndli fermer təsərrüfatında baş verib. Gecə saat 2-3-ün yarısında oğrular gəlib dəli avtomatdı. 62 başı ana qoyunu daradıb aparıbdılar burada. Kamerada düşübdü, üzləri maskalıdır, əllərində avtomat var. 2 nəfər görükür, kamerada 2 nəfər görükür. Ağzı yuxarıda, avtozavod tərəfdə haylıyıb heyvanları aparıbdılar. 2 nəfəri daha izlədik, getdi su kanalıdır. Su kanalından heyvanlar keçir yuxarı, taxıllıqla aparırlar. Ta oradan sonra bugünə kimi heç bir xəbəri yoxdur. Hadisə vaxtı gözətçi yatdığına görə oğruların gəlməyindən xəbər olmayıb. Elə bir vaxt gəlib bu əclaf alçaq, elə bir vaxt gəlib götürüb bu heyvanları aparıb ki, yəni bu gözdəkisi də yorğun olur. Dünən də heyvanları biz çimizdirmişik, yorğun olub yatıbdı burada, xəbəri olmayıbdı. Ona görə hər bir vətəndaşdan xahiş edirəm. Kim görübsə də, kimi xəbəri varsa da bunu işıqlandırsınlar, bizə də məlumat versinlər. Polisə müraciət eləsinlər, desinlər bu heyvanları falan yerdə gördük. Quzular hazırda əllə yemlənir. Lakin belə davam etsə onların tələf olmaq təhlükəsi var. Bu quzular hamısı acından ölürlər, mələklər, anası yoxdur, körpə quzulardır, 10 günlük, 5 günlük, 20 günlük quzulardır. Hamısı öləcəkdir, hamısı ölüb gedəcəkdir. Heç asla bir dənəsi də qalandı ölüb bu quzuların. Ölməz də, bu qədər quzu hayf, məhv olacaq bu. Bu qədər quzunu bir-bir əlinə yedirtməlisin. Məcburuqda yazığımız gəlir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, oğurluq faktı ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanıb. Əməli törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.